Ben buradan 12 Mart mənimlə beraber eyni tarixdə doğulan bütün izləyicilərimi təbrik edirəm. Hansı ki, bayaqdan mənə yazdılar, həm xanımlar, həm də bəylər ki, bizim də doğum günümüzdür. Nə xoş mənə ki, bir necə deyirlər, tarixli bir gündə anadan olmuşuq. Mən də sizləri təbrik edirəm, istər bəylər, istərsə də xanımlar. Allah can sağlığı versin, uzun ömür versin sizlərə də. Təbrik edirəm hər birinizi. Balıq böcləri, nə xoş, nə yaxşı ki varıq. Mən bilirəm ki, mənim xarakterim necədir, inanırım ki, sizdə də elədir və inşallah, inşallah tezliklə bütün arzularımıza çatarıq. Amin. Happy birthday sizləri. Mucuk eləyirəm. Sevirəm sizi. Çıxmışıq çölə. Çölə, gəzirik. Doş. Fidanın hər yeri yazdı. Başı qış. Səfoş. Burada Neska. Nəcib. O bizi sürü. Hara getdi bala? O yol açmayıb. Yəni mən başa düşmürəm də. Bizi tərk edib gediblər. Amma gəlsən düz getmədi. Biz arxaya qalanlar. Yox, amma bu yoldadır. Palçıq bardır da dət. Bal. Hava soyuqdur, deyəsən. Kurtka da götürməmişəm. Salamlayıram hər birinizi, mənim dəyərlilərim, gözəl izləyicilərim. Bu günlərin mənim doğum günümdür. Hər kəs bilir artıq, 12 Mart. Mən də bu günümdə yenə də bu Elnur bəyin gözəl mənzilini seçmişəm, gözəl məkanını seçmişəm. Görürsünüz, Qəbələdə, elə Qəbələnin özündə çox gözəl bir məkandır, evdir ki, hansı ki, bundan sonra nə vaxt Qəbələyə gəlsəm, yenə təkrar mən bu evi istəyərəm. Çünki bu evimizdə, bu villamızda hər bir şərait var. İsti hovuzumuz var qışda, yayda da bilirsiniz, yəni yayda da qışda da istifadə edə bilərsiniz. 2 otaqdır, 2 mərtəbədir, 2 mərtəbədə bir neçə spalni, mətbəxi, çöl mətbəxi, yəni hamam, tualet yuxarıda, aşağıda çox şəraitli bir bağdır. Çox bəyənirəm və hər birinizə Elnur bəyin bax bu evini Qəbələyə gələrkən, ümumiyyətlə rayona, kəndə gələndə istirahət istəyirsinizsə, valla burada elə gözəl şərait var ki, həm də istidir, Wi-Fi var, hər şey var da, yəni evdə çöplük oldu, yəni hər yer sımsıcaq, kondisionerlər də var. Onu demək istəyirəm ki, həm bax mətbəxdə, çöldə, həm içərdə, hər yerdə burada gələndə, baxın, kaçelyamız da var ki, burada kababxana, burada da kaçelyamız. Qəşəng ailəlikcə, dostlarınızla, necə ki mən başımın kruqunu yığıb, tayfamı gəlmişəm və hamımıza yer çatıb, siz də eləcə yığışıb, gəlib bu gözəl vaxtda istirahət edə bilərsiniz. Sözün əsl qısası Elnur bəyin nömrəsini qoyacam, altdan vurğulayacam. Kim istəsə nömrə ilə əlaqə saxlasın, yer tutub gəlsin. Mənim adımı verin, endirim qazanın. Hə, axır ki, gəlib qovuşmuşuq o birisilərlə. Az dengim. Ne kadar maşallah maşallah. Sürü gəldi, sürü. Baxın, sürü. Bu İmran da gəlib maşınla, ağıllıdır. Baxın elə. Cəmaət ayaqla gəzir, hava alır. Bu da maşınla gəlib. İndi baxın. Vəziyyət budur ki, arxa-arxaya dal-dal gedir. Ay Allah. Gaz vermə. İmran, gaz vermə. Deməli,
Elnur bəyin evindən yenə də çəkilişlər eləyirəm. Artıq gün ortadır. Getdik, biraz gəzişdik Qəbələnin burada küçələrində. Hava aldıq. İndi isə yığışmışıq bu gözəl evin ətrafında. Hərə bir şey eləyir. Bax, bax. Gedir. Özü ləkəli də var qaldı. Xəbəri yoxdur ki, onu çəkirəm. Odur. Hə, çaya hazırlaşırıq ki, çay çək. Həqiqətən o qədər gözəl şəraitli evdir ki, yəni gəlin, şəraitindən istifadə edərək dincəlin. Həm qışda, həm yayda hər bir şərait var. Kondisioneri var, toplu polu var, basen isti, hovuz soyuq. Sonra çöldə mətbəx, kebab, nədir o? Hər biriniz xoş gəlmişsiniz uşaqlar. Bugünkü süfrəmizdə dadlı təamlara görə mən təşəkkürümü bildirmək istəyirəm. Bax, bu kebablarıma, aşqarama görə Pink House-a, Azər müəllimə, müdiriyyətə təşəkkürümü bildirmək istəyirəm ki, sağ olsun. Mən deyən kimi hazırlatdılar, isti-isti bizim üçün. Bax, belə gözəl dadlı təamlardan ad günüm üçün verdilər ki, biz burada nəm-nəm edək. Çox sağ olun, Allah razı olsun. Hər zamanki kimi kebab lazım oldu. Pink House-a zəng vururam. Elə siz də zəng vurub sifariş edib dadlı-dadlı nuş edə bilərsiniz. Ürəyiniz kebab istədisə, o zaman Pink House-a istədiyiniz lülə, tikə, balıq fərq eləmir. Həmən an tez bir zamanda hazırlanır, olduğunuz məkana, adresə göndərilir. Pink House-a müraciət edərək dadlı təamlardan siz də dada bilərsiniz. Mən bugün üçün aş istəmişdim və kebablar əsasən ümumiyyətlə Pink House-da kebab satışı var, sifarişi var. Hər yerə dadlı və münasib qiymətə kebablar sifarişi götürülür. Vurğuladığım səhifədən zəng eləyir və yaxud da yazıb sifariş edə bilərsiniz. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Uşaqlar, nuş olsun. Xoş gəlmisiniz. Həmişə yanımda olun. Hər zaman bərabər mənlə olun. Amin. Yaxşı ki varsınız. Sen de. Yaxşı ki sen de varsan. Can, hamınızın xoş günündə inşallah. Bilirsən ki biz hamımız seni Bir çok yerdə. sevirik. Can, çox sağ ol Şəhloş. Allah sizi mənə çox görməsin, məni də sizə. Axşamınız xeyir olsun, məni sevənlər, məni izləyənlər, hər birinizi salamlayıram. Mən istədim ki, həm də bugün Sevdə xanıma təşəkkürümü bildirim, bunu özümə bir borc bildim. Çünki artıq 6 ildir ki, biz bir yerdəyik. Mən ümumiyyətlə əməkdaşlıq etdiyim insanlarla bir ailəyə çevrilmişəm, bir dosta çevrilmişəm. Həqiqətən hər biri mənim hörmətimi saxlayır, diqqətçidirlər. Çox sağ olun. Bugünkü qarşımda gördüyünüz tort da Sevdə xanımın əl işidir. Yenə də möhtəşəm, yenə də səliqəsinə söz ola bilməz. Gözəl, nə bilim, qayğısı, diqqəti hər zaman üzərindədir. Allah sizin canınızı sağ eləsin, çox sağ olun. Bütün bizim özəl günlərimizin şirinliyi, siz sözün əsl mənasında sizi sevirəm və bütün ümumiyyətlə səhifəmdə olan bəylərə, xanımlara buradan səslənirəm ki, ən münasib, ən dadlı tortlar Sevdə xanımın tortlarıdır. Mənim adımı versəz, getsəz, zaten indirimlər olacaq. Mən 6 ildir ki, yəni başqa adama tort demirəm. Bizim özəl günlərimiz, həm mənim, bacımın, ondan sonra anamın özəl günlərində dostumun, tanışımın Sevdə xanımın tortu var süfrədə. Sizə də məsləhət görürəm və mən artıq Sevdə xanımdan o qədər doğmayam, o qədər səmimiyəm ki, bir bacı kimi. Yaxşı ki varsınız deyirəm. Nə yaxşı ki, həqiqətən sizi tanımışam. Çox sağ olun, var olun. Öpürəm. Həyatınız da bu tortlar qədər şip-şirin olsun canım mənim. Uşaqlar, nuş olsun. Xoş gəlmisiniz. Həmişə yanımda olun. Hər zaman bərabər mənlə olun. Amin. Yaxşı ki varsınız. Sen de. Yaxşı ki sen de varsan. Can, hamınızın xoş günündə inşallah. Bilirsən ki biz hamımız seni Bir çok yerdə. sevirik. Can, çox sağ ol Şəhloş. Allah sizi mənə çox görməsin, məni də sizə. Sevdə xanım, təşəkkür edirəm sizə əzizim, gözəl bacım. Əllərinizə sağlıq olsun.
Siz o qədər diqqətli, o qədər dəyərlisiniz ki, mənim üçün. Yəni mən istəməsəm belə əziyyətlə, bax belə gözəl, dadlı əllərinizlə hazırlayıb mənim üçün tort ki göndərirsiniz. Mən sizə nə qədər təşəkkür etsəm, bir o qədər azdır. Hörmətiniz, sevginiz qarşılıqlıdır. Həqiqətən çox sağ olun. Mənim üçün belə balıq prinsesa belə bir tort hazırlamısınız. Şamımı da qoymusunuz. Çox sağ olun. Çox qəşəng tortdur. Bəyəndim. Əliniz qolunuz var olsun. Sizin səliqənizə, sizin tortlarınızın dadına söz ola bilməz. Bizdə hamı bəyənir. Yiyənlər bilir ki, nədir. Və əsas da odur ki, bilirəm ki, siz münasib qiymətə satış edirsiniz. Hər kəsin cibinə uyğun. Əsas odur. Allah ürəyinizə görə versin. Çox sağ olun. Koronam da var. Baxın qızlar. Birazdan onu çıxardıb, təmizləyib başıma qoyacağım.